bizi daha çox maraqlandıran məqamlardan biri təbii ki, bax, belə bir mənzərə fonunda, belə bir siyasi gərginlik fonunda Ermənistanın özünü necə aparmasıdır. Sizcə, bax, Ermənistanın özünü necə aparması, Trampın Ermənistanı necə qəbul etməsidir? Sizcə, Trampın Ermənistana qarşı siyasəti necə olacaq? Yeri gəlmişkən, elə aprel ayında, məsələn, nəzərlər yenə də Ağ Evə tikiləcək ki, görək o hansı aprelin 24-də hansı ifadəni işlədir. Sizcə, bax, Trampdan gözləntilər nədir Ermənistanla bağlı? Prezidentliyinin birinci döneminde Trump'la görüşmək üçün bir neçə dəfə Paşinyan cəhd göstərmişdi. Lakin buna baxmayaraq Trump onu qəbul etmədi. Sonra Ermənistan o vaxtki Xarici İşlər Naziri Mnaçakanyan Mike Pompeo zəng edib belə bir xahişdə bulunmuşdu. Lakin Pompeo telefonu dəstəyini atmışdı yerə və ona cavab verməmişdi. Ona görə də bu yaxınlarda Paşinyanın növbəti dəfə deməli Birləşmiş Ştatlarda o dini tədbirdə olarkən Trumpla görüşmək cəhdinin boşa çıxması məni təəccübləndirmədi. Çünki bu olmuşdu belə bir şey. Bu da növbəti dəfə təkrar. Bu isə onu göstərir ki, Trumpın Ermənistanla bağlı marağı yoxdur. Çünki Amerikanın Ermənistanda nə hansı bir strateji geosiyasi maraqları yoxdur, nə də ki Ermənistanda onun bir böyük biznes maraqları yoxdur. Ermənistan blokadada olan qapalı bir dövlətdir. Böyük bazarda deyil, iqtisadiyyatı Rusiyadan asılıdır və ona görə də təbii ehtiyatları yoxdur, heç Amerikanın diqqətini də cəlb etmir. Ona görə də hətta onun James Vance'lə, vitse-prezidentlə Paşinyanın cəmi 7 dəqiqə görüş keçirməsi Ermənistanda böyük rüsvayçılıq kimi qarşılanmışdı və gülüş hədəfinə çevrilmişdi. Mən inanmıram ki, Trump Ermənistan hakimiyyətinə hansısa bir dəstək versin, yəni Joe Biden'in dövründə olduğu kimi Cənubi Qafqaz siyasətini Ermənistan üzərindən həyata keçirsin. Bu olmayacaq. Amma bir şey var ki, Ermənistan hələ də gözləyir ki, ümid eləyir ki, Amerika Birləşmiş Ştatları onun təhlükəsizliyinin qarantına çevriləcək. Və yanvarın 14-də keçmiş administrasiya ilə imzalanmış strateji tərəfdaşlıq sazişini həyata keçirecək. Lakin hətta mən onu da deyim ki sizə, ötən il Nikol Paşinyan hökumətinin iclasında belə bir çıxış eləmişdi. O demişdi ki, biz milli təhlükəsizlik strategiyasını dəyişirik. Yəni orada bizdə milli təhlükəsizlik konsepsiyası deyilir. Onlarda milli təhlükəsizlik strategiyası. Həmin o strategiyanın yeni mətni hazırlanmalıdır. Lakin biz bunun üçün Ukrayna müharibəsi nəticəsini gözləməliyik. Yəni qalib kim olacaq? Ona uyğun. Zamana uyğun onlar həmişə özlərini ona hazırlayırlar. Görək hansı tərəf daha çox. Sizin sualınız çox düzgün oldu, aktual oldu. Yəni ki, onlar indi baxacaqlar Ukrayna müharibəsinin nəticəsinə. Ondan asılı olaraq Ermənistan məsələn KTMT-dən çıxıb-çıxmamaq haqqında qərar verəcək. Yəni Rusiya bu prosesdə qalib olsa Ermənistan yəni ki KTMT-dən çıxmayacaq. Amma bu məsələdə Rusiyanın istədiyi alınmasa, o zaman Ermənistan yəni çalışacaq ki, qərblə yaxınlaşsın və o vaxt hətta birinci prezidentlik dönəmi 2019-cu ildə də deməli Trumpla yaxınlaşmaq, əməkdaşlıq etmək siyasəti alınmayan Paşinyan üzünü məcbur olub Fransaya çevirmişdi. İndi də görürsünüz Amerikadan qayıdan kimi getdi Fransaya. Fransa isə Ermənistanın təhlükəsizliyinin qarantı ola bilməz. Onu sadəcə bunlar siyasi bəyanatlardır, sözdə deyilir. Amma onun təhlükəsizliyinin o anlayır ki, qarantı ya Rusiya ola bilər, ya Amerika ola bilər. Ona görə də bugün Ermənistan rəhbərliyi Ukraynadakı müharibənin nəticəsini gözləyəcək.